Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Bibi sağ ol Bibi. Başva dönərəm. Çox sağ ol. Salam, mən Pələng, Şah Pələng. Bu videonu bəyənin inşallah. Səni. Down here, please, down here. Coming down over there. Up your hand. Do up. And turn right. Turn right, please. Gənclər, motosikl götürməyə gəlmişəm, hansı ki Kuchi tünəllərinə gedəcəm. Bilirsiniz, Vyetnam-Amerikan savaşında, müharibəsində çox məşhur bir yer idi. Gedib onu göstərməyə çalışacağam, biraz da məlumat verməyə çalışacağam. Belə bir yerə gəlmişəm. Qardaş bu arada Rusdur. Rus dillilər gəlib burada motosikl kiralaya bilər. Yəni Rusca danışa bilərsiniz, ingiliscə bilmirsinizsə. Burada da səhv eləmirəmsə o motosikilləri var. Mən bu içəridəki motosikli götürəcəm. Motosiklimiz budur. İnşallah sağ-salamat gedərik. Bir hadisə gəlməz başımıza. Bir 60 kilometr motosiklla gedəcəm. Bu arada buraların göstərim ki sizlərə. Bu cürnə ola bilir. Gətirib bu cürnə də təhvil verməlisiniz də, hər hansı bir zərər vurmamalısınız. Okay. Hər şey qaydasında, hər şey əla. Qardaş bizim kaskımızı verdi. Okay. Thank you brother. Okay, nice to meet you. Okay. Yeah, the raincoat. Yeah, okay, thank you. Right. Спасибо большое. Вам тоже хорошее путешествие. Belə bir probkadayam. Çox çətindir mənim üçün. Çünki ilk dəfədir sürürəm. Bu arada qırmızı yanır bir dəqiqə. Bilmirəm gördünüz ya yox, yaşıl yanırdı. Həyecandan qırmızı dedi. Hansı ki hal-hazırda probka deyil gənclər. Normal yollar belə olur. İş saatında, iş saatının çıxışında, işə gedişdə dəhşət belə tıxac olur. Ona görə yolum uzundur. Hansı ki baxın belə göstərim sizə. Baxın düz bura gedəcəm. Bilmirəm görürsüz ya yox. Yəni rahat bir 2 saatlıq yolum var. Belə bir yerə gəldim. Yavaş-yavaş şəhərdən çıxdım artıq. Demək olar ki, hər hansı bir kəndindəyəm. Burada həyət evləri var və belə bir yaşıllıq var. Bilmirəm orada nə əkiblər. Bilənlər varsa yazsınlar. Kameraya görsənir, görsənmir, onu da bilmirəm. Şəhər mərkəzindən çıxdım, o kaosdan çıxdım. İnşallah yavaş-yavaş gedəcəyim yerə yaxınlaşıram. İstədim buranı da belə göstərəm sizə. Kameranı açıb biraz sürəcəm. Boşluqdur. İnşallah bir şey olmaz. Nə qədər dedim, bir şey olmaz. Bunu qaldırırıq. Bunu açırıq. Gördünüz, açıldı. Sonra biraz qaz verib. Nə oldu? Biraz qaz verdik. Torumuzu basırıq. Okey. Ya Allah. Qabaqdan sola dönməliyəm. Buradakı Vyetnamlılar böyük ehtimal imkanlı Vyetnamlılardır. Həyət evləri var. Böyük həyət evləri var bir də. Buradan sola dönəcəm ha. Okay, bu keçsin qardaş. Hello brother. Ay zirbilxana. Su da satırlar yol üstü. Hər şey var. Bax bu yol boşdur. Bayaqki yol dəhşət doluydu. Gənclər, Vyetnam küçələri. Allah bilir burada torpağın sotu neçədir. Çünki incə bir ölkədir. Yəni əlimlə göstərəmirəm, ikisi də doludur da. Belə xəritə bir yerlərə qoyuram, baxarsınız. Bəzi yerlər var ki, yəni sərhədlə arasında 50 kilometr var. Yəni eni həmin torpağın 50 kilometrdir. Həsən var idi bundan öncəki videoda, o deyildi. Məsələn, bu bir evdir mi görəsən? Bu ev deyil, nədir bu? Devlət dairəsidir, nədir? Belə fabrikalar var, zavodlar var. Arkada qaldı zavod hətta. Kafelər var. Bu ev çox qəşəngdir. Sağlıqlarına qismət. Yol üstü də belə motosikl üçün təmirxanalar var. Allah uzaq eləsin, bir şey başınıza gəlsə narahat olmayın. Qardaşımız belə oturub yerdə. Mən buradan düz getməliyəm. Yenə də bir xəritəyə baxım. Tam bilim nə var nə yox.
Elə davam edeyim. Deməli, biz buradan düz çıxacağıq bu aradan. Okey, mən kameranı söndürüm. Rahat bir şəkildə gedim. Çox gözəl bir məhəlləyə gəldim. Burada bir şey əkiblər. Nədir bu bilmirəm. Nanədir mi görəsən? Nədir bu? İt var orada. Nanədir bu? Nədir bu? Başım çıxmadı. Buna bax elə. Tıppılı deyə. Vay! Vay qadan qalın sən. Hello. Hi. Vay netirsən? Allah saklasın hemen. Senin adın neydi senin? Sen de şirin şeysin. Sen de bana güzel. Thank you. Ay bak. Ev bu de kardeş. Yani yaradıblar özləri üçün. Xudmani, sərgəli bir ev. Çox qəşəngdir. Mənim ceyran da budur. İnşallah qardaşın yolda qoymaz. Bu nədir belə? Bu nədir uşaqlar? Bilən var görəm. Bu nədir? Ay salam eləyim. Heç başım çıxmır ki mənim mototsikldan. Bu nə üçündür bilmirəm. Neyse səhv zad basarıq, xarab olar. Yoluma az qalıb, dümdüz yolum var. Buradan qabağa çıxacağım, sonra sağ, sonra sol, dümdüz axacağım artıq Kuchiyə. Kuchi. Səhv etmirəmsə adı elə idi, Kuchi. Where are you from? I am from Azerbaijan. Azerbaijan. Yeah, nearly Turkey, nearly Russia. Do you live? Where do you live? Azerbaijan. Azerbaijan. Şirvan, Elbayramlı. Okay. Yeah. How do you go? How long do you go there? Actually, 1 week. 4 weeks, 2 weeks. I think 1 week. 1 week, yeah. Yeah. You go along. Yeah, alone. I am alone, yeah. Nice to meet you. Okay. What's your name, by the way? My name Thảo. Tao? Yeah. Yeah. I live in Biên Hòa, Bin Hoa. Okay. I live Ho Chi Minh. Ho Chi Minh City. Yeah, city. What's your job? I have YouTube channel. I make traveling videos. Yeah. He is your father? My husband. Eridi. His name is Han. Son. Han. Can I make video? Yeah. Yeah. Kendisiler böyle geldi, qonaq oldu. Now, please sit down. Yeah, thank you. Kürqırağı bir kənddəyəm bu arada. Uzaq dur mənim qardaşım. Kürqırağı bir kənddəyəm. Kürqırağı dediyim çay qırağı, hansı ki o çay budur. Yoldan keçirdim, gördüm çay, dedim ay gəlim burada bir gəzim görüm nə var, nə yox. Gəldim bunları tapdım. Səhv eləmirəmsə Kürqırağında qalanlar bilər, fanton deyirlər. Buradan su çəkirlər böyük ehtimal kəndlərə. İstədim ki burada bu şəxslərlə də bir stəkan su içək, çay içək. Əmimiz nə yeyir belə? Turşu var burada, xiyar turşusu. No, thanks. Không sao. Yemək yeyirlər. Burada da yatırlar deyəsən. Maraqlıdır. Coca-Cola. Okay, same Coca-Cola. Similar, yeah, okay. Lily, black. Make a lily. Okay. Allah. I don't. Okay. Çox sağ olun, başısa dönərəm. O qədər yol gəldik, bir boğazımızı yaşlayaq da. Mototsiklimizi oğurluyorlar ya. Motosikl oradadır. Do you need some IC? Yo. No. Thank you. Chị mày học tiếng Anh qua mà không biết. İnşallah istəşən təmiz olar. Vietnam virüsü tutub gətirəcəm. Keçən səfər Hindistan virüsü gətirdim Azərbaycana. İndi də Vietnam virüsü. Orada kokoslara baxın, kokonatlara görün nə qədərdir. Zirvə içində yaşamasalar yaxşı millətdilər. Həqiqətən səmimi millətdilər. Thanks so much. I have to go, yeah? Okay, thank you for this, yeah. Thank you. Sağ olsunlar. Instagram'a da bir
video çəkdik. Motosikl götürməyin ən yaxşısı budur. Bir anda yolda istədiyin yerdə dayana bilirsən, istədiyin yerə girə bilirsən. Hansı ki gedəcəyim yerə turla da gedə bilərdiniz. Hardasa 15-20 dollara rahat bir bilet alıb gedə bilərdiniz. Mən 8-9 dollara bunu kiralamışam. 16-17 manat edirdi, səhv etmirəmsə, bəlkə də dollar olaraq daha azdır. Bir də benzin. Benzin də ki, havaydı burada, demək olar ki, ucuzdur daha doğrusu. O qədər də baha deyil. Nəysə, mən təkrardan açım xəritəni. Gedəcəyim yerdən çox uzaqlaşmışam. Deyirəm, yaş ilərlədikcə belə diqqətimi çəkir ki, məsələn, orada nə əkiblər, o nə ağacıdır. Həmişə anam məndən soruşurdu ki, misal, falan yerə getdin, oradakı ağac nə ağacıydı? Başa düşmürdüm. Dedim, görəsən, niyə bunu maraqlanır da? İndi bildim ki, insan get-gedə yaşlananda maraqlı gəlir. Əkin, həyət, bağça, xoşuna gəlir. Nəysə, buradan bir dənə düşək. Biraz təhkəl yerdəyim. Hop. Okey. Belə bir yerlərdir. Kürqırağı kənd. Kürqırağı kənddir bura. Bildiyimiz bizim kəndlər kimidir. O tərəfdən çay axır. Bu evlərin arxasından. Biraz zirzibildir amma. Sağlı olsun. Asiyada belə mənzərələr normaldır. Gənclər, bu arada buraların hamısında yəni Vietnam savaşı olub. Hansı ki sadəcə Vietnam Amerikanlarla deyil, fransızlarla da savaşıb. Gedəcəyimiz yer, həmin tunellər Amerikanlar üçün qazılmayıbdı, istifadə olunmayıbdı təkcə. Bunun ən böyük səbəbi tunellərin fransızlar olub. Sonradan da daha da inkişaf elətdiriblər Amerikanlardan qorunmaq üçün. Belə bir bilgi də verim dedim. Orada da daha detaylı İnşallah. Oy, yıxılmışdıq, verərəm. Təkərli sürmək çətindir. Mən iki əllə güclə sürürəm. Belə bir yer var. Bilmirəm, girim, girməyim. İt var. Yıxıldıq, hə? Vay. İtlər var. Biz biraz dal-dala görək. Vallahi billahi deyirəm, yol üstü çox maraqlı yerlər tapdım. Belə bir balıq yerinə gəlmişəm. Balıq tuturlar. Nə temadır, maraqlıdır. Hello. Qaqam yatıb. Balıq tuturlar. Pulunu verib gəlib burada mı balıq tuturlar? Yoxsa nə temadır? Bura prut kimi bir yerdir. Balıq üçün tikilib, yəni yaradılıb. Bunların qırmaqları da başqa cürdür. Balıq həvəskarları varsa göstərmə olar ha. Fərqli bir qırmaqları var. Qəribədir. Bizdə olsaydı belə eləyərdilər indi. Qaqaşdan çəkirsən qaqaş. Xanımlar və bəylər, yol üstü bir kafeyə gəldim. İlk öncə kafenin mənzərəsini göstərim. Hansı ki həmin kafe buradır. Çox gözəl görsənir. Sadəcə buranı çıxanda az qala düşmüşdüm aşağı. Qaqaş tutdu. Qaqaş qabaqdan gəlirdi, mən də o tərəfdən. Qaqaş tutdu qabaq tərəfdən. Heç nə olmadı Allahdan. Belə, burada da turistlər var, görürsünüz. Bura turla gələnlər gəlir böyük ehtimal. Şirin Asiya mədəniyyətinə danışamadım. Asiya mədəniyyətinə aid olan dekorlarla işlənib. Burada turistik yeməklər də var. Menyuya baxdım. Qiymətlər belə deyim də sizə uşaqlar. Bir yemək 6-7 dollar, 8 dollar arasında dəyişilir. Yol üstü belə göstərirəm ki, sadəcə tunel videosu olmasın da ki, orada tunellərə girəcəm, ürəyim də sıxılacaq, balaca yerlərdir. Belə istədim ki, yol üstü göstərəm sizə buraları. Çox gözəl görsənir. Həddən artıq. Sərindir, amma nəmlidir hava. Ürəyi sıxılır insanın. Ayda bax, sakitçilik budur. Öncəki videoda baxmısınızsa, səs, küy, qırğın, qiyamət. Buna baxın bir dənə. Görün nə sakitçilikdir. Çox gözəldir. Cənub tərəfdəyim mən bu arada. Vietnamın cənub tərəfində. Buralar Amerikanlıların işğalı altındaydı. Bayaq da dediyim kimi Ho Chi Minh düşür, cənubu alır Saigon'u və Saigon'un adı olur Ho Chi Minh. Mənzərəni də göstərəndə sizə o müharibədən də bilgilər verirəm. Coconut, yeah? This one.
This one. Can I drink? 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 Yeah. Görüşürüz uşaqlar bir-birinə qarır. Survivor turabı da elə bil. No, this one. This. Only this. İngiliscə inkişaf edib ya. Only deyirəm. Your home? Oralı olmadı. Görürsünüz nə var? Home? You home? Here you home? Evi diyor. Ne kadar şey bu var? Vay vay. Burada qəbirlər var. Görürsünüz, oradan bağlıdır. Buradan da gedeyim görəsən. Okay, thank you. Görürsən? Thank you. Sit here. Yeah, nice. Elə başa düşürəm ki, burada oturmaq olar. Motosikildə telefonum qalıb. İnşallah götürməzlər. Nəsə deyir, gözlə görək. 1 manat 20 qəpik belə bir şeylədir. Thank you. 1 manat 20 qəpik. Hətta 30 qəpik də deyə bilərik. Bir dənə kokonata 1 manat 30 qəpik məncə əladır. Hər şeyimizi götürdük, son bir baxaq. Nəyimizsə qalmadı. Səyahət eləyəndə çox belə axtarım bir yerləri. Bir şey qala bilər. Sonuncu dəfə bir üfürlətim. Qutarmır ya. Nəysə, yolcu yolunda gərək deyib ilərləyirik. Bibi sağ ol, bibi. Başva dönərəm. Çox sağ ol. Yavaş-yavaş tunellərə yaxınlaşıram. Burada dayandım. Ora keçmək istədim, icazə vermədilər. Dedilər açılışı olmayıbdı. Amma belə bir məzarlar var. İstədim bu məzarları göstərəm sizə. Neçənci il yazılıb? 42 yazılıb, amma orası torpaq olub, görsənmir. Belə məzarlardır. Fərqli ölkələrdə bu məzarların fərqli olması mənim çox diqqətimi çəkir. Bunlar görən kimlərə aiddir? Çox maraqlıdır. Burada tütsü yandırıblar. Belə bir məzar var. Böyük ehtimal köhnə məzardır bunlar. Bəlkə də dini şəxslərə aid olan bir məzardır. Mən elə bildim əsgərlərə aid olan bir məzardır, amma yox. Bəlkə də burada bir dini məbəd var. Ora aid olan bir şeydir. Motosikl bir balaca incidir məni. Amma az qalıb, 3-4 kilometr qalıb çatacam. Mən bayaq səhv yoldan gedibmişəm. Sonra təkrar dala qayıtdım, sola döndüm, gəldim belə bir yerə çıxdım. Motosikl orada saxladım, açarı götürmədim amma. Açarı götürmək lazımdır. Açarı götürdük. Tünellərə gəlmişəm, tünellərin olduğu əraziyə. Hansı ki bu ərazidə də müharibə gedibdir. Orada qəşəng kafe var, gətirəcəm qaydanda amma. Burada park elədik. Okay. Where? Ticket here? Ticket. Yeah, okay. Ticket deyir, buradan alınır. Alacağıq, sonra dümdüz gedəcəyik. Kalan piyada yolumuz var bildiyim qədərilə. Hazırda Vyetnam müharibəsinin olduğu ərazidəyəm. İndi ətraf yamyaşıldır gördüyünüz kimi, amma o dövrdə belə ağaclar yox imiş. Yəni Amerikanlılar yandırırmışlar, kəsirmişlər ki, Vyetkonları tapsınlar. Vyetkonlar kimdir? Onu da deyəcəm, amma ilk öncə başqa bilgilər verməliyəm. Vyetnamlılar kimlə savaşıb, kimlə müharibə edib? İlk öncə fransızlarla, sonra Amerikanlarla. Amma Vyetnamlılar eyni şəkildə Vyetnamlılarla da müharibə edib. Cənub hökuməti olub, şimal hökuməti olub. Şimal hökumətində Ho Chi Minh deyə bir lider olub, komandir olub. Cənub hökumətində isə Amerika, Qərb və Cənub hökumətinin özü olub. Şimalda dəstəkləyənlər kim olub? SSR və Çin. Deyiblər ki, kommunist rejim olmalıdır. Cənubun içində isə bu cür meşələrdə, tunellərdə isə Vyetkonlar deyə partizanlar olublar. Hansı ki bu partizanlar göstərəcəyim tunelləri fransızlar üçün qazıblar, yaradıblar. Amma Amerikanlar gəldiyi zaman tunellər məsələn 100 kilometr imişsə bunu 250 kilometr ediblər. Hansı ki məsələn, baxın gənclər, belə bir təpə görürsünüz, düzdür? Bunun nə qəribəliyi ola bilər? Yəni normal bir təpədir, düzdürmü? Orada da var, bilmirəm görürsünüz ya yox. Həmin tunellərin havalandırmasıdır. Baxın, deşiklər var. Görürsünüz? Bu tunellərdən, daha doğrusu bu havalandırmalardan tunellərə hava gedir. Bura atılan həmin bombalar isə
Bunlardır gənclər. Görürsüz? Nələr atılıbdı buralara. 20 il müharibə gedib və 20 il, 18-19 da deyə bilərik buna. Baxın, sizə bəhs etdiyim həmin tank. Görürsüz tankı. Dank. Amerikan tankıdır və oyda. İlinə görə çox fitli fasonludur ya. Nə danışırlar bunlar? Bunlar da mənə seçsin. Hello. Baya. Səs çəkdirəcək. Chụp Sağ olun qardaş. Evdə salam denə. Burada ingiliscə bilgilər var. İstəsəz baxıb oxuya bilərsiniz. Təbii ki də çevirmək istəyərdim, ingilis dilində demək istəyərdim, amma maksimum spidi anladım. Maksimum 48 kilometrdən gedirmiş. Amma Vyetnamlı qardaşlar bunu məhv eləyiblər. Və bu gəmi də, gəmi nədir ya? Təyyarə də eyni şəkildə Amerikanlardan qalmadı. Baxın, burada belə bir panzer var. Yine məhv olub. Burada da panzer var. Rambo'nun filmlərindən xatırlayacağınız vertolyot da var. Vay. Bir dənə fikirləşin, müharibədir, vertolyotlar uçur, bombalar atılır. Çox qəribə hiss edir insan özünü. Çox, həddən artıq qəribə hiss edir. Bu çox böyükmüş, yaman böyükdür. Vertolyotlar əsasən sağdan sürülür. Mən elə bilirəm. Qoy buna bir əlimizi vuraq. Hələ də harasa bağlıdır, görürsünüz. Don't touch falan yazılmayıb bir yerlərə. Yox, don't touch yazılmayıbdır. Bu isə maksimum speed yazılıb 217 km. Tək anladığımız şey budur. Uzunluğu deyəsən 17 metrdir. 17 metr olmaz. Olar mı? Olmaz ya. Deyəsən alüminiumdur, bunu satmaq olar. Baxın, burada da silahlar var. Hamısı o dövrdən qalma silahlardır. Yəni o müharibədən qalma silahlardır. Görürsünüz. Vay, nə silahlar var imiş ya. Cəmaət burada bir-birlərinə nələr çəkdiriblər, nə əziyyətlər çəkdiriblər. Mà đi thẳng đường này vô trong luôn ha. Yeah. Thank you. Excuse me. Hello. You go straight here. We have a guy for you inside. Okay, thank you. Qayıt var ya varlığına, biz ingilis dil bilmir yaxın. Ay, bunlar yenə məndən şəşi çəkdirirlər, hə? Hình cậu hình lâu thôi. Kính thưa quý khách, hiện tại quý khách đang có mặt ở địa đạo Bến Dược. Hə, Nơi đây qardaşlar. trong trận chống Mỹ là căn cứ Sağ ol zat deyəndə. Bu çuxurlar təyyarələrdən atılan bombalar nəticəsində yaranıbdır. Hansı ki tunellərin 3 səviyyəsi olub. 3 metr aşağıda, 6 metr aşağıda və 12 metr aşağıda. İlk 2 mərtəbəyə təsir eləyirmiş, amma ən aşağıdakı mərtəbəyə təsir eləmirmiş. Ona görə əsasən orada yaşayırmışlar. Yuxarı mərtəbələrdə isə xəstəxana, mətbəx, canım sənə desin, akt zalı deyirlər, səhv etmirəmsə, akt zalı, iclas zalı olurmuş. Baxın, burada da bir havalandırma var. Görürsüz, yerin altı bu dəqiqə tuneldir gənclər. Nə qədər tunel var. Baxın, həmin tunellərin orada xəritəsini yaradıblar. Yaxından göstərəcəm. Qardaş mənə dedi otur. Burunu getdi, burun bir fıx elədilər. Valla cəmiyyət içində burun fıx eləmək bəyəmirəm. Gördüyünüz kimi tunellər belə olub, qarışqa yuvasına oxşuyur. Hansı ki, baxın, buradan belə suyu şey deyiblər, ayırıblar. Xanım qız deyir, get. Bir də olduğumuz ərazi budur, gənclər. Olduğumuz ərazi budur. 250 kilometr tunel var. 250 kilometr. Tək qoymurlar gəzməyə, elə düz də eləyirlər. Gedib itib eləyərik. Baxın, həmin bombanın düşdüyü ərazilərdən biri. Dəhşətizmdir, yəni, dəhşətizm. Göstərməyə çalışacağım oranı. İndi gedirik, görək tur rəhbəri nə danışacaq, mən nə başa düşəcəm. Tunelin biri budur, amma çox qısadır. Bu böyük ehtimal turistlər üçün edilib. Buradan girirlər, o birisi tərəfdən çıxırlar. Hardasa 20 metr eləyər eləməz.
Bu sadəcə turistlər üçündür ki, turistlər başa düşsün içəridə nə var, nə yox. Bir də görəcəksiniz, içəridə işığı yandırmağa çalışacağam. Hansı ki, tunelləri turistlər üçün düzəldiblər. Burada nə demək istəyirəm? Yəni biraz böyük düzəldiblər. Normalda Vyetnam əsgərləri iməkləyərək irəliləyirmişlər. Bir də çox tez irəliləyirmişlər, gənclər, çox. Balacadılar, arıqdılar. Sağlıqlı yeyirlər. Valla mən o birisi videolarda göstərməyə çalışmışam. Yeməkləri çox sağlıqlıdır. Ay Allah, burada girib ürəyimiz partlayar. Hindistanlı qardaşlarımız da buradadır. Nə oldu? Ay, birdən ölüb eləyərik hamımız burada. 80 metrlik də var. Ona girmək ürək istəyir. Məndə klostrofobiya yoxdur, amma ürəyim sıxlar, qardaş. Valla bura qədər çox çılğınlıqlar eləmişik, bilirsiniz. Astarada boğulurdum az qala, nə bilim, Belçikada sıxışdırırdılar məni. Hər şey olub, amma burada yox, qardaş. Deyib girirəm. İşığımızı yandıraq. Hadi. Vay. Vyetnam əsgərləri. Allah, başım dəydi də. Allah. Buradan da bir tunel var, görürsünüz. Buradan da aşağı düşürmüşlər. Daha doğrusu su quyusudur deyəsən. İçəri belə bir yerdir. Əsasən belə bir yerdə oturub iclas edirmişlər. Vay, buradan mı keçirik? Bizdə pirlər var, pirlərin girişinə oxşuyur. Buradan giririk. Bunu hələ turistlər üçün böyük eləyiblər. Uşaq, başım dəydi. Oğlum, başım dəydi yenə. Başım ağrıdı. Sola mı, sağa mı dönək? Sağa da yol gedir, görürsünüz. Sağa da bir yol gedir. Biz soldan gedək. Hala oğlu, belə şey mi olur? Hə, bu zülümdür. Hələ işıq qoyublar, normalda işıq yox imiş. Çoşub düz gedərəm, birdən. Buradan çıxmalıyıq. Havasız olub, çox havasız olub. 3-cü səviyyə. Səsimə bax. Hop. 3-cü səviyyə dedim sizə, ən aşağı. Ən aşağı dəhşət havasız imiş. Bir girdik, çıxdıq, tərlədik. Görsünüz, yenə bir bomba yeri var. Burada görürsünüz, çıxırlar, can çəkirlər. Can çəkişirik. Ölürük. Baxın, havalandırma. Göstərdiyim şey deyir. Yes, the ventilation. Ventilation. For air to enter the tunnel for breathing. Görürsünüz, havalandırma. We make Yalan onların zatına nəhlər, içərdə nəfəs alamırdı. Onu görürsünüz, gənclər. Oradakı şeyləri, açıq bir tunelləri. Oradan vurulmuşlar əsgərləri, Amerikan əsgərləri. Burada da tunel var, o tuneli də göstərəcək, böyük ehtimal. Buradan girirlər içəri. Təsəvvür elə gedirsən, heç nə xəbərin yox. Bir də görsən, tap, ayağından vurdular səni. Gedib tunelə girmək istəyirsən, Amerikanlılar da böyükdülər, girə bilmirlər. Bu arada bunlar da turistlər üçün düzəlib, normalda daha balacaymış, daha xırdaymış. Baxın. Baba təmizliyi basacaq oradan. Gördünüz? You can enter from here, you can come out from there. Nə deyir o? Buradan girib oradan çıxacaq. Sana. Bu normalda daha da balaca olur ha, deyim sizə. İçəri də belə bir şey. Mən yiyəcəm. Please Can you take it? How tight is it? sit down. Oh no, I don't think I can do that. Bu videonu bəyənin inşallah. Səni What if I freak out? Down here, please, down here. Coming down over there. Up your hand. Two arms up. And turn right. Turn right, please. Okay, let's go. Bye bye. Üstüm başım da battı. Qapını da bağladı oradan, gördünüz? Belə bir şeydir. İlerləyək. Havalandırmalar işləyir. Ventilyator qoyublar ki, ölməyək burada. Belə balaca
İlerleyirik. Oy buraya başım. Başım değdi. Ay bu ne? Buradan çıxacağıq. Okey. Yine başım değdi. Oh. Üstüm başım toz içinde. Ürəkli olmaq lazımdır ha biz. Azərbaycanlıyıq. Çıx qardaşım. Çıx. Görürsüz xanım Okay, girdi. see you tomorrow in Scotland. Sabah görüşərik. Skotlandda öyle bir şey dedi deyəsən. Buradan da bir giriş var. Baxın gənclər, həmin bu bitələləri buradadır. Gözdə qardaşım. Burada minyazada düşməliyəm. Görürsünüz You know why? gənclər. Because Neler var everything sende? for lady first. Mıxlar var, mıxlar. Please, lady first. Qaqam zarafat eləyir, deyir kim girmək istəyirsə girsin. Kim Okay, yoxlamaq just istəyir. joking, don't cry. Üstünə If you cry, basanda you içinə never go. düşürmüşsüz də. Please, we keep with him. O da my man. girirmiş Amerikanlılara. Belə. Çox nəmişliydi, çox. Dediyim kimi bura düzənlik olubdu. Orada göstərməyə çalışdım sizə tunelləri. Tunellərin üstünü də göstərirdi. That's a B-52 Raider. Baxın həmin bombanın yeri. Görürsüz lan boydadır. Böyle ehtimal özləri də biraz qazıblar. Gör neçə il keçib üstündən. Burada da var. Eyni şəkildə. Bu tur bu arada pulsuzdur. Bir tünelə daha gəlmişik. Çox da dar deyil. Amma bura mətbəx olmalı böyük ehtimal. Oranı göstərəcəyik. Buradan girib oradan çıxacağıq. Girək görək. Bura yaxşıdır. O birisinin nisbətən. Burada bir yerdir oturmaq üçün. Buradan əyilib keçmək lazımdır. Xanım keçsin, qavaş da keçsin. İnanılmaz istidir, inanılmaz. Çox istidir. Bilmem görsünmeye yox. Hələ genişdir ha buralar. Buradan ora gedir, ora girmir. Bura hospitaldır. Xəstəxana. Vyetnam əsgərlərini burada müalicə edilmişlər. Görürsüz alətlər də var burada. Bu isə həmin bu da ilkin tibbi yardımdır. Yenə yağışlıq var üstlərində bu cürünə. Burada da yaralı Vyetnam əsgəri. Qardaşım biraz xoşbəxt elə bil, müharibə gedir. Yenə bir tünelə giririk. Bu səfər iclas zalına gedirik. Ayda yenə əyilməliyik qardaş. Amerikan əsgərləri gəlir, qaçın, qaçın, qaçın. Nəsə oldu? Kimisə vurdular. Kimisə vurdular. Kimisi itirdi. Mənim qardaşlarım. Burada görürsüz, iclas edirlər. Komandir niyə belə qəribə dayanıb? İncə-mincə dayanıb biraz. Okay, please, my room. You get over here. The man, he commander. Down here. Bilməm, daha indi görmədik ki, məni qorxutdu. 30 metr ya? 30. 30 meter long. Ay, vay, vay, vay. 40 metr eləyir, səhv etmirəmsə. Let's go. Thank you. 40 metr elə getməliyim. Havalandırma... Oy, başım oldu. Havalandırma boşluqlar. Oy, böyle yenə başım oldu. Buralara deyir, başım.
Qaqaş, gedin də qaqaş. Şimdi bizim klostrofobiyamız var. Belə turistik gəzi olar ha. Get otur dənizin qırağında, kokteyli iç. Belə şey olar ha. Allah, hələ gedirik. Mən bura niyə girdim? Vay vay vay. Bura vaxt çətindir. Külək vurur indi. Havalandırma yaxşı ki qoşublar. Ventilator. Sizi görmürəm, yardası burada. Şuralar çox çətindir. İnanılmaz çətindir. Yıxıldım bir də. Mətbəxdə yemək pişdiyi vaxt dumanların çıxmaması üçün bir dəqiqə. Dumanların düşman tərəfindən bilinməməsi üçün bu bambuk ağaçlarla 300 metr, 400 metr uzağı ötürülürmüş. Və bir də ayaqqabı var burada, ayaqqabılar. Onları göstərməyə çalışacağım sizə. Təkərdən düzəldirlər. Ayaqqabı dediyim şəpşəpi. Biz şəpşəpi deyirik. Baxın, belə bir bitkidən istifadə edib həyatda qalırmışlar. Kartuşka kimi dadır. Bundan imiş, baxın. Bunu soyurlar, qaynadırlar. Soyurlar. Bu nədir? Buna batırırlar. Torpaq zatdır beşə. Zaman yaşa getdi. Buyur. Az yedim, yaxşı getdi. Özümü Vietnam müharibəsini istəyirəm. 50 milyon. Bunu hər iki tərəfli də geyinmək olur. Hansı ki, Amerikanlılar zənn eləsinlər ki, üzü bu tərəfə yox, üzü bu tərəfə gediblər. Bunu tərs geyinilmişlər. Ayaq yönü o tərəf imiş, amma özləri bu tərəfə gedirmiş. Biraz qarışıqdır, bilirəm, amma neyniyək? Bildiyiniz təkər. Kamer. Belə bir şey deyildi biz o vaxt. Velosipetin içində. Qardaşım da burada kəsir, düzəldir. Turistlər alırsa alır. Almırsa da bu cürlə durur burada. Bu boyda ağırlıqda şey kim neyniyər? Altı çox şeydir deyə, bərkdir deyə. Hər yerdə geyirmişlər, istifadə edilmişlər. Baxın, burada paltarlar tikilirmiş. Maraqlıdır. Yaxşıdır yəni. Exit hardadır qardaşım? Gedək çıxaq da exitə. Ürəyimiz, kələyimiz kəsildi da. Bir dənə restoranın gözəlliyinə baxın. Görün nə qəşəng dizayn ediblər. Bilirsən ki, bura Vietnamdır, qardaş. Vietnama xasdır. Azərbaycana yaz gəlir, gənclər, yaz. Ən sevdiyim fəsil yazıdır. Adamı çox gözəl hiss elətdirir. Yaydır, qışdır, payızdır. Öz yeri var ya, şükür olsun, amma salamatı yazdır. Bəh. Ay maşallah, ay maşallah. Gözəlliyə baxın, gözəlliyə baxın, gənclər. Bu nədir belə? Bu nə gözəllik. Kür çayı yadıma düşdü. Kürdəmirdə də belə bir mənzərə vardı. Kürdəmir videoma baxmamışsa baxa bilərsiniz. Eynisinin kopyasıdır. Burada bir menü falan verirlər adama. Telefonumuz zaryatka çıxardı. Yolda sağ olsun bu bibi icazə verdi. Telefonumu oraya zaryatkaya taktım. Burada da görürsünüz dəli dəhşət motosikletlər var. İnanın çox yorucudur sürmək, həddən artıq. Telefonun da zaryatkası qurtardı. Çəkdim qırağa. Dedim gəlin burada oturum. Bibilərlə söhbət edeyim. Burnumu mu yalamaq istəyir? Hə.
saqqalı bəyənir. Çünki burada saqqal yoxdur axı heç kimdə. Buna baxın bir dənə, görün nə qədər motosikl var. O tərəfdə də var, bu tərəfdə də. Hansı ki azdır, mən daha çoxunu da görmüşəm. Burada maşınların vergisi çox yüksək olduğuna görə hər kəs motosikl alır özünə. Alırlar, rahat-rahat sürürlər. Mənzərədə belə bir şey olur. O birisi tərəfə baxın körpüyə, nə bilim, bu yola baxın. Dəhşətdir, dəhşət.